Dostlar salam. Bugün biceps üçün 3 hərəkətdən ibarət bir set göstərmək istəyirəm. Deməli, burada 3 fərqli çəkidən istifadə edəcəyik. Birinci bildiyimiz kimi molotok işləyirik. 7 sayla işləyirik. Yəni, necə rahatsa işləyə bilərsiniz, onun heç bir fərqi yoxdur. Heç bir fərqi yoxdur. Kimə necə rahatsa ondan başlaya bilər. İstəsəz düz başlayıb axırı molotokla bitirə bilərsiniz. İstəsəz molotokdan başlayıb axırı qolun qabağına düz bitirə bilərsiniz. Heç bir fərqi yoxdur. Hərəkətlərin yerini dəyişdikdə də fərq eləmir. Çəkidəki işlək çəki seçirsiniz. 7-10 sayla eləyə bilərsiniz. Hər biri 10-10 da gedə bilər, 7-7 də gedə bilər. Bütün məsləhət ki, biceps məşqlərinizdə yoxlayıb sınaqdan keçirəsiniz və fikirlərinizi, təəssüratlarınızı bizimlə bölüşəsiniz. Sağ olun, Allah'a emanet olun.